Söndürmək, выключать, выключить, yandırmaq, включать, включить feilləri. Hansı feillər ki, tez-tez tələffüzündə səhvlər edilir. Və biz bu feilləri düzgün tələffüz etməyəndə həmişə söndürmək kimi başa düşülür. İndi gəlin düzgün necə tələffüz edirik, onu öyrənək. Mən işığı söndürürəm. Я выключаю свет. Yəni söndürmək feilində biz həmişə v tələffüz edirik. Mən işığı yandırıram. Я включаю свет. Yandırmaq feilində də həmişə v hərfinin yerinə f deyirik. F deməsək, həmişə söndürmək kimi başa düşüləcək. Başqa cümlələrdə. Mən işığı söndürdüm. Я выключила свет. Mən işığı yandırdım. Я включила свет. İşığı söndür. Выключи свет. İşığı yandır. Включи свет. Işığı söndürmə. Не выключай свет. Işığı yandırma. Не включай свет. Ümid edirəm ki, artıq bundan sonra bu feilləri düzgün tələffüz edərək həm fikrinizi düzgün çatdıra biləcəksiniz, həm də sizə kimsə bu feillərlə müraciət edəndə siz onu düzgün başa düşə biləcəksiniz.